Bəs yaxşı, səncə niyə insanlar daim yəni ədalətli olmalı işə? Çünki həyat həqiqətən də ədalətsiz bir yerdir. Bəzən insan çox çalışır, bəzən gecəsini gündüzünə qatır, amma uğur qazana bilmir. Valideyn övladlarına bu dünyada daim yaxşıların qazandığını təlqin eləməməlidir düşünürəm. Niyə? Çünki biz həqiqətən pislərin də çox qazandığı dünyada yaşayırıq. Tamam, mən çox çalışdım, əziyyət çəkdim, amma alınmadı. Həqiqətən nə olur olsun, zəhmətlə qazandığım 1 manat zəhmətsiz qazandığın 100 manatdan daha dəyərlidir və daha şirin gəlir insana. İnsan ilk öncə həyatın ədalətsiz yer olduğunu və istənilən sahədə çalışmasına baxmayaraq hər zaman ədalətsizliyə məruz qalacağını heç zaman göz ardı eləməməlidir. Reallıq bundadır ki, insan həyatın ədalətsiz bir yer olduğunu qəbullandığı zaman daha da xoşbəxt olur, daha da hüzur içində yaşayır. Və bəlkə də günümüz insanının ən başlıca problemlərindən biri həyata daha çox ədalət anlamını yükləməkdir və dünyadan ədalət ummaqdır.